Azərbaycanda közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır. Onların əvəzinə isə lent lampalardan istifadə olunacaq və bu enerji sərfiyyatını xeyli azaldacaq. Hesablamalara görə 7 il istismar müddəti olan bir lent lampası 17 közərmə lampasını əvəzləyir. Mövcud 2,7 milyon məişət abunəçisinin 50%-i közərmə lampalarından imtina edərək lent lampalara keçdiyi halda gündəlik işıqlandırma məqsədi ilə elektrik enerjisi istehlakı 4,86 milyon kilovat-saatdan 567 min kilovat-saata qədər enə bilər. LED lampa ilə közərmə lampasını müqayisə etdikdə biz közərmə lampası üçün kifayət qədər böyük pul ödəyirik. Həm bir LED lampası əvəzinə 15-17 ədəd közərmə lampası dəyişməli oluruq və bu 2 dəfə LED lampasından daha baha başa gəlir. Eyni zamanda közərmə lampasını istifadə etdikdə istehlak etdiyimiz elektrik enerjisinin qiyməti də çox baha başa gəlir. Dediyimiz kimi 75,6 manat közərmə lampası üçün ödəyirik. 7 il ərzində LED lampa üçün bu məbləğ 8,8 manatdır. Bir sözlə, bu lampalardan istifadə ölkəmizdə enerji səmərəliliyinin artırılmasına, istehlakçı xərclərinin azaldılmasına və dayanıqlı enerji istehlakı mədəniyyətinin formalaşmasına xidmət edir. Artıq azad edilən ərazilərdə 7.000-dən çox LED işıqlandırma qurğusu quraşdırılıb. Bunun təqribən 40%, yəni 3.000-i günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Azərbaycanın həm Avropa qarşısında, həm də ölkənin xüsusi bir məqsədləri var ki, müəyyən faizlərə çatdırılmalıdır bərpa olunan enerji mənbələrinin faizi. Bu faizlər artdıqca təbii olaraq burada enerji effektivliyi məsələləri önə çıxır. Bir nəfər dəyişəndə bəlkə də çox şey dəyişməyəcək, amma milyonlarla insan dəyişəndə artıq çox ciddi təsir olacaq. Bu həm ölkənin enerji stabilliyinə, həm enerji effektivliyinə, həm karbon emissiyasına çox ciddi təsir göstərəcək. Statistik göstəricilərə görə 1 milyon 60 watt gücündə közərmə lampasının təkcə bir il ərzində istifadəsi 131,4 milyon kilovat-saat elektrik enerjisi istehlakına. Bu enerjinin istehsalı üçün isə 29,1 milyon kubmetr təbii qaz sərfinə səbəb olur. Nəticədə isə 63,6 min ton karbon emissiyası yaranır. Lakin LED lampaya keçid zamanı elektrik enerjisi istehlakı, yanacaq sərfi və karbon emissiyası 8,6 dəfə azalır. Çünki bu lampalardan insanlar istifadə edəndə bir növ enerji təmin edən stansiyalar, istilik elektrik stansiyaları, su elektrik stansiyaları, onlar daha çox az mazutdan istifadə edəcəklər və nəticədə az da karbon emissiyası buraxılacaq atmosferə. Yəni bizim bunu etməyimiz bir növ cəmiyyətimizin iqlim dəyişikliyi ilə mübarizəyə bir töhfəsi sayıla bilər. Satıcıların sözlərinə görə artıq uzun müddətdir ki, közərmə lampalarına tələbat azalıb. Alıcıların böyük əksəriyyəti lent lampalara üstünlük verir. Közərmə lampalar artıq 2 ildən çoxdur ki, satışdan çıxarılıb. Çünki tələbat olmadığına görə. Daha keyfiyyətsiz, daha az ömürlü olurlar. LED-lərə adətən qarantiyası olduğuna görə daha çox işləyir, 3 il, 4 ildən az. LED lampalar başlayır 12 wattdan tutmuş 100 watta kimi mövcuddur. Qiymətləri necə, hansı araqda dəyişir? LED lampalar, məsəl üçün 9 wattlar 1 manat 50 qəpikdən başlayır, yaxşı lampalar. LED lampalar 12-lik var 2 manata, sonra 15-lik var 3 manata. Dəyişikliklər sənaye istehsalı prosesində istifadə olunan, eləcə də sənaye avadanlıqlarında işıqlandırmadan başqa texnoloji funksiyalar üçün nəzərdə tutulan közərmə lampalarına şamil edilmir. Vüsal Arifsoy, Novruz Kazımov, ATV Xəbər.